Salam hörmətli izləyicilər, axşamınız xeyirli olsun. Aprel ayının 12 macəramız yaxşı sonuçlanmır. Günortadan sonra külək başladı. Dondurdu, qurutdu demək olar. İndilər külək, tək-tək yağış damcıları düşür. Külək imkan vermir, bəlkə də imkan versə biraz yağar. İnəkləri kitiriyə vermişəm. 14'ü burada, 13'ü qaldı yuxarıda. Kəsdi deyəsən külək. Bir atımlıq barıdım vardı. Mən də armud ağacının dibində daldalanmışım. Təşəkkür edirəm armud. Hava biraz bozdu. Yağış damcılardı, qoymur hava. Şəffaf görsəniz. Aslında indi bıraktım. İlikli qaya deyirlər bu yerlərə. Çox var. Canavarların məkanıdır. Yox deyəsən, yağışda, küləkdə kəsmək istəmir. Ara bir sakitliyib şiddətlənəcək. İlanlı dağ ətrafından yeni yağış salvası gəlir. Çox çətin gün oldu günortadan sonra. Günortaya qədər yaxşı geçdi. Hava sakit idi nisbətən. İnəklər o qədər qaçdılar ki, naldan mıxdan düşdüm. Elə su içməmişdilər, sakit idilər. Dərədə su içdilər, ilmana döndülər. Havada bulut yox. Bu nə dumandır, burası muşdur, havası xoşdur, gedən gəlmiyor. Acaq nə işdir? Ya yağırsan, yağ açırsan, nədir? Aprel ayının 12'sində əllərim dondu. Bir at tutdum, biraz sakitlədi. Mələmiyənə süd yoxdur deməli. Biraz da şiddətləndirim. Bura havadır. Ay havadan olasan. Aprel'de yaya bir şey kalmadı. Açıl. Bu nədir? Şəngəl yox, qanqal yox. Ot maksimum bir parmaq boyda. Buradan geçən küləkdir. Yağış apardı dağa. Yağ, apar ora nə qədər istəyirsən yağ. Oradan axır yox. Çoban yox. Binədini arxadan gəlir. Bunu nəzərdən buraxmış. Tək başına. Niyə tək qalıb? 2 dənə bizim inək cüt getdi. Cüt qayıtdı. Hələ saat 4'dür. Axşama 2 saat yarım, 3 saat var. Gəlməsə belə gedib o inəyi gətirərəm. Hamısı sağmal inəkdir, evdə balalar var. Çox qala bilməzlər. Biraz yuvana bilər, ancaq gəlməlidir. Düşdü çəhlimə gəlir. Digər inəklər də üstə. 2, 4, 6, 8, 10, 12, 14, 16'sı da orada 17 oldular. Onsuz da 2 məhləni qarışdırmışıq. Var məhlənlə bizim məhlə. Tək başına öhdəsindən gələ bilmirik. Birimiz o təpədə dururuq, birimiz bu təpədə pas atar kimi mən atıram ona, o atır mənə. Ancaq aşağıdakı 14 mal gün ortadan təhlənibdir. Ən yaxşı ot del ortadır. İnək doymur, yarın burada neynəsin? İndi tövlədə olmalıdır. Nə vaxta qədər də saxlayasan, xərc çox çıxır, nə qədər ot var, hamı yedirdib, bitirib. Axır gedir. İnəkləri gec ötürəndə də ondan sonra gedib uyğunlaşa bilmir. Salırlar, gözüm çıxdı ya. Necə görüntülərimiz var yanımızdakı görüntülər. Rəngi necə tutuldu, qapqarı oldu. Əsəbdən də deyəsən.
Sağ olun hörmətli izləyicilər. Bugünlük bu qədər. Tövbə eləmirəm, mənə tövbə yoxdur. Ancaq son görüntüləri İlanlı dağına yekunlaşdırıram. Salamat qalın.